Paytaxtın bəzi ərazilərində xüsusilə tut ağaclarını qurdların basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Mütəxəssislər tərəfindən aparılan araşdırılma nəticəsində məlum olub ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır. Bu kəpənək 120-dən çox bitki növünə, o cümlədən tut, alça, alma, ərik, armud, şaftalı və digər meyvə ağaclarına zərər verir. Məsələ ilə bağlı paytaxt ərazisində gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir. Hazırda 8-ci mikrorayon ərazisindəyik. Burada Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılır. Məqsəd kəpənəklərin yayılmasının qarşısını almaq və yaşıllaşmanı qorumaqdır. Aparılan tədqiqatlara görə Ağ Amerika kəpənəyi Abşeron ərazisində 30-a yaxın bitki növü ilə qidalanır. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qeyd olunan ünvanlara baxış keçirilib və bu baxış zamanı müəyyən olunmuşdur ki, bu Ağ Amerika kəpənəyinin tırtıllarıdır. Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və qurdların aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır. Mütəxəssislər bildirirlər ki, sözü gedən həşərat insan sağlamlığı üçün təhlükəli deyil. Fəridə Şahbazova, Vüsal Bayramov, APA TV.